Bəzən bazarda elə boşluq yaranır ki, elə bil alıcılarla satıcılar bir anlıq yoxa çıxır və məhz o boşluq Fair Value Gap adlanır, yəni FVG. Ağıllı pulların ən çox izlədiyi siqnallardan biridir. Bu videoda sənə FVG-nin nə olduğunu, necə formalaşdığını və ondan real ticarətdə necə istifadə edə biləcəyini addım-addım göstərəcəm. Hazırsansa başlayaq. Fair Value Gap, ədalətli qiymət boşluğu deməkdir. Bu bazarda likvidlik çatışmamazlığının baş verdiyi sahədir. Yəni, qiymət çox sürətli hərəkət edib, aradakı səviyyələrdə alış-satış əmrləri yerinə yetirilməyib. Nəticədə qrafikdə şamlar arasında boşluq yaranır. Sadə dillə desək, bazar bir tərəfə qaçdı, amma izini silmədi və ağıllı pullar bilir ki, bazar bir gün qayıdıb həmən izi təmizləyəcək. FVG necə yaranır? Tutaq ki, bazara güclü alıcılar daxil olur. Qiymət birdən-birə sıçrayır və bir neçə şam ard-arda bağlanır. Amma bu zaman bazar hər səviyyədə balans yaratmır. Yəni, ədalətli qiymət formalaşmır. Ona görə də bu sahədə bir boşluq qalır. Bunu 3 şamlı modeldə belə görə bilərik. Birinci şam başlanğıc, ikinci güclü impuls, üçüncü şam əks istiqamətdə açılır. Amma ortadakı sahəni örtmür. Bax, bu aralıq FVG adlanır. Bəs yaxşı, niyə FVG bu qədər vacibdir? Smart Money konsepsiyasında FVG-lər bazarın maqnit nöqtələri kimidir. Qiymət çox vaxt həmən boşluğu doldurmaq üçün geri qayıdır. Yəni, sən FVG-ni düzgün oxuya bilsən, bazarın növbəti hərəkətini proqnoz etmək imkanı qazanırsan. FVG həm entry, həm də re-entry zonalar kimi işlədilə bilər. Gəlin real nümunəyə baxaq. Burada Euro-USD-də güclü bir düşüş impulsu görürük. 3 şamlı strukturda ortada boşluq qalıb. Bax, bu bizim FVG-dir. Bir neçə saat sonra qiymət qayıdıb həmən zonaya toxunur və yenidən aşağı düşür. Əgər sən bu FVG-ni əvvəlcədən müəyyən etsəydin, giriş üçün çox ideal bir fürsət tapardın. Belə hallarda FVG-ni başqa alətlərlə, məsələn, breaker block, liquidity sweep və ya order block ilə birləşdirmək uğur şansını daha da çoxaldır. Amma bunlar haqqında növbəti videolarda danışacağıq. Gəlin FVG-lərin növləri haqqında danışaq. 3 əsas növ FVG var. Bullish FVG yuxarı impuls zamanı yaranır, alış siqnalıdır. Bearish FVG aşağı impuls zamanı yaranır, satış siqnalıdır. Continuation FVG trendin ortasında formalaşır, hərəkətin davam edəcəyini göstərə bilər. Amma əsas məsələ onları düzgün kontekstdə görməkdir. Çünki hər boşluq qayıdılacaq demək deyil. Gəlin indi FVG-dən praktik istifadə qaydasını sizə izah edim. Praktik olaraq belə işləyirik. Əvvəl trend istiqamətini müəyyən etməliyik. Trendin istiqamətini müəyyən etdikdən sonra impuls hərəkətini tapırıq, yəni FVG zonasını axtarırıq. FVG zonasını tapandan sonra qiymətin həmən zonaya qayıdışını gözləyirik. Əgər struktur da bizim istiqamətə uyğun dəyişirsə, onda biz giriş edirik. Stop lossu FVG-dən biraz kənarda saxlayırıq. Adətən FVG başladığı şamların yuxarısına qoyuruq, hal-hazırda qrafikdə gördüyünüz kimi və take profit-i əvvəlki likvidlik səviyyəsinə qoyuruq. Likvidlik haqqında növbəti dərsimizdə biz danışacağıq. Ona görə də kanala abunə olmağı unutmayın. Bu qədər sadə, amma çox effektiv bizim bir sistemimiz var. FVG-ni anlamaq bazarın gizli izlərini oxumaq kimidir. Amma hər bir iz səni ora aparmır. Təbii ki, burada bizə səbir, kontekst və test çox önəmlidir. Bizdə trend nəyə görə vacibdir və nəyə görə biz FVG-lərə ilk öncə trendi tutandan sonra girməliyik. Çünki, baxın, hal-hazırda bizdə yuxarı gedən trend var. Bu trend yuxarı getməyə davam eləyir və deyək ki, bizdə burada FVG yaranıb və siz gözləyirsiniz ki, okey, məsələn, bu FVG burada dolacaq, mən girəcəm sell əməliyyat. Deyək ki, buradan short açırsınız, stop lossu qoydunuz bura, təpəni də aşağı, okey və gördüyümüz kimi biz gəlib burada artıq stop oluruq. Çünki nəyə görə? Ona görə ki, bizim trend yuxarı gedir və biz trendə əks giririk. Bizə isə əksinə lazımdır. Məsələn, biz trendə uyğun şəkildə girməliyik FVG ilə. Məsələn, baxın, burada gördüyümüz kimi FVG var. Baxın, trend aşağı gedir və burada bizdə FVG yaranıb. Qiymət gəldi FVG-yə toxundu
Fərqi yoxdur, onu tam doldurur və yaxud da ki, cüzi FVG-yə toxunur, fərqi yoxdur heç biri. Biz giriş eləyə bilərik. Əsas bizim stop lossumuz normal yerdə olsun. Burada bizim stop lossumuz harda olacaq? Burada stop lossumuz təbii ki, bizim bu FVG-nin başlanğıcında olacaq. Bu FVG buradan başlayıb. Əgər hələ də başa düşməmisinizsə, bizdə 3 ardıcıl şam işarələnir. Bu 1 şam, bu 2 şam, bu da 3 şam. Görürsüz, bu 3 şamın arasında baxın, bunun iynəsi görürsüz buradadır və bunun iynəsi buradadır. Məsələn, biz nəyə görə buna FVG deyirik və nəyə görə deyirik ki, burada boşluq var. Baxın, qiymət hərəkət eləyəndə fərqi yox, hara hərəkət eləyir, həmişə özündən sonra iynələr qoyur. Görürsüz, məsələn, qiymət yuxarı gedir, qiymətin iynəsi buradadır, bundan sonraki buradadır, üçüncü şam ondan aşağıdadır. Yəni burada fair value gap, yəni FVG yoxdur. Burada isə var. Nəyə görə var? Baxın. 1 şam, 2 şam, 3 şam. Bizdə burada da FVG var. Baxın. Və burada da FVG var. Çünki burada ümumən bizdə ticarət olunmuyub. Baxın, tam olaraq götürürəm. Bu birinci şamın son iynəsini və üçüncü şamın son iynəsini. Bizdə burada da FVG var. Baxın. Bu da FVG-dir, bu da FVG-dir. Siz bunu tam olaraq da işarə edə bilərsiniz, çünki bu bizdə maraq zonasıdır və yaxud da ki, ayrı-ayrı da işarə eləyə bilərsiniz. Çox zaman hansı birincidirsə, qiymət ona da reaksiya verir. Gəlin, baxaq, burada bizdə reaksiya olub, bəli. İlk dəfə biz buradan take profitlə çıxacaqdıq. Mən indi fikir verdim qrafikə, baxın. Qiymət gəlib toxunub, toxunandan sonra əməlli başlı bir reaksiya verib, burada görürsünüz FVG-ni doldurub qiymət. Artıq bu FVG-ni doldurandan sonra bu FVG bizdə effektiv olmur. Yəni, əgər görmüşsünüzsə ki, artıq FVG-ni doldurublar, yəni FVG-də test olub, artıq bu FVG-yə sizin marağınız olmamalıdır. Çünki görürsünüz, qiymət artıq növbəti dəfə qaydanda həmən yerə heç fikir verməyib. Əgər bu videoda nəsə öyrəndinsə, like et və paylaş ki, daha çox trader bu bilikdən yararlansın. Rəylərdə yaz. Sən FVG-ni öz strategiyanda istifadə edirsən, yoxsa yox? Və yaxud da ki, növbəti videoda hansı mövzu haqqında video görmək istəyərdim? Gələn videoda order block və yaxud da ki, liquidity sweep, yəni likvidliyin yığılma mövzularını birləşdirəcəyik. Gözlə bizi növbəti videoda görüşənədək.